elektron lövhəmiz yoxdur deyə kasıb usulu izah eləməyə çalışırıq. Deməli, bizə deyir ki, verilmiş cümlələrə əsasən Eyler-Venn diaqramı tamamlayın. Baxın, gəlin ilk növbədə görək buradakı gəlsənələr nədir? Əsas nitq hissəsidir, yoxsa köməkçi nitq hissəsi? Gəlsənə təbizə gedək. Baxın, bunu iki cür tapa bilərsiniz ki, bu köməkçi nitq hissəsidir, yoxsa tək sana sənə ədatdır. Baxın, cümlədə bir dənə xəbər var. İkinci xəbər ola bilməz. Varsa da belə vergül olmalıydı. Vergülüm yoxdur. Bu məntiqlə tapa bilərsən ki, sən burada gəlsənə ədatdır, bütövlükdə. Və yaxud da bunu cümlədən çıxara bilərsən. Misal üçün, gəlsənə söz deyil, cümlədən çıxartdım, oxudum. Gəlsənə təbizə gedək və yaxud da təbizə gedək. Deməli, buradakı gəlsənə nə imiş? Bütövlükdə əmr adatı imiş. Baxıram ikinci cümləyə. Bir təbizə gəlsənə, burada bir dənə feil var, O da gəlmək feilidir. Və mən başa düşürəm ki, gəlsənəni bütövlükdə çıxarda bilmərəm də. Bir təbrizə məna qırıldı, gördünüz. Bir təbrizə gəlsən. Amma sana sənəni neyə bilərəm? Çıxarda bilərəm. Deyə bilərəm ki, bir təbrizə gəl. Deməli, sana sənə burada yalnız təkcə ədatdır. Yalnız burada sana sənə ədatdır. Burada isə sana sənə bütövlükdə ədatdır.